Dərgahına əl qaldırıram Pərverdigara. Amin. Bilmirəm sən nədən ötürü ağlayırsan. Amma bilirəm ki, Xudavənd aləm öz bəndələrini aymid qoymur. Dərdinizi, bəlkə əlaç tapın. Dərdimə əlaç yoxdur. Oğlum. Oğlana nə olur? Xəstədir. Kaş o xəstə olaydı. Hər xəstəliyə dərman tapılar. Amma oğluma dərman yoxdur. Xorasanın yenilməz pəhləvanı, Keyvanın dərdinə əlac yoxdur. Sən məşhur Cahan Keyvanın anasısan. Axı ona nə olub ki, ana? Oğlum sabah Mazandaran pələngi ilə güləşəcək, qorxur ki, davam getirməsin. Pəhlivan məğlub olmaqdan qorxmamalıdır. İndiyəcən qorxmurdu, amma indi bir qızı sevir. Qız da onu çox sevir. Mira varlı, adlı sanlı ailədəndir. Qızı ona vermək istəmirlər. Deyirlər ki, oğlum ona tay deyil. Amma İranın çempionu adını qazansa, onda toyuna razılıq verərlər. Mən anayam. Ürəyim istədir ki, sabah oğlum məğlub olacaq. Həyatı, saadəti, əbədi pozulacaq. Biz yaşları tökmə, ana, ağlama. Allah sənin duanı eşidər. Oğluna sabah qələbə göndərər.